Bu iti biraz da yaxından çəkək. Bu it deməli çox ağıllı itdir. İnsanlara yaxınlaşır, salam verirsən salam verir. Və belə əl eləyir, ayaq üstə qalxır və bir sıra başqa işlər görür. Ağıllıdır, belə otura bilir. İt kimi, itin balası. İtin balası. Hoppa. Bir de gel gel. Evden salam ver yarım. Salam ver. Salam ver. Salam ver. Vermirsen ki. Hiç verme. Ama salam vermedin ha mənə. Ha? Bəs salam, yaxşı oldusun, əcəb oldusun. Bütün hərəkətlər eləyir. Bütün nə hərəkətlər var, hamısını eləyir. Amma sinkron eləyir də, yəni salam verirsənsə salam verməyə bilər. Bunun vaxtı vədəsi var, hansı hərəkətdən sonra salam verir. Yəni belə və yaxud sözlə deyirsənsə nəsə eləyə bilir. Sən bu robot hello deyirsən salam verir. Əlin belə uzadır salam verir. Aslında it də yəqin ki elədir. Sındı ki bu. Belə ayaqlar da sındı. Burada ayaqlar. Danışmırlar. Amma yaxın gələcəkdə 100% adamla danışacaqlar. 100% adamla ünsiyyətdə olacaqlar. Xüsusən də bu humanoid robot.